Bütün qurun sularımız axırdı ora. Və binalar tikildikcə göllər quruduldu və belə hadisələr baş verdi. Burada heç vaxt göl olmayıb. Bu biz bina inşa elədiyimiz ərazidə heç vaxt göl olmayıb. Sakinə yalan deyir. Yox, göl qarşı tərəfdə olub. Bizim ərazidə olmayıb. Binanı tikən öz başına tikmir, rəsmi sənədləri tünəllər. Rəsmi sənəd varsa, gölü də qurutmaq olar, tikmək də olar. Yəni sakin əziyyət çəksə də olar, problem yoxdur. Yox, sakin əziyyət çəkməməli. Kim deyir sakin əziyyət? Siz deyirsiniz ki, sənədləri var, iş gördülər. Sizdən müsahibə almaq olar mı bununla bağlı? Yox, mən orayla bağlı müsahibə edirəm. Və sakinlər dərdin kimə desin? Dərdini deyib sakinlərə, onlara da söz verib ki, xətt çəkiləcək olur. İcra nümayəndəsilə mən 10 dəfə o sakinlərlə... Tamam, indi o bizə deyin də mikrofonu səliqəli formada. Mən sən başqa bir şey istəmirəm ki, müsahibə istəyirəm də. Qardaşım, müsahibə edir. Sən jurnalistsən, gəlirsən. Hörmətini edin çıxır. Müsahibə verilir. Bizə hörmət yox, bizə müsahibə lazımdır. Hörmətlə də hər şey. Məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətindən bildirildi ki, Saray qəsəbəsinin yeni yaşayış massivlərində kanalizasiya